Yaxşı. Elbət çəkmir də. Dən birinci cümləm yadımdan çıxdı. Gülnar Əhmədova. Salam, mən Gülnar müəllimə. Gözü səsim getdi. Salam, mən Gülnar müəllimə. Ayda müəllimə ilə birlikdə bugün ölkəmizin qlobal problemlərindən biri olan esse məsələsi ilə bağlı danışmaq istəyirik. Bildiyiniz kimi artıq bu ilin jurnalı çıxıb və jurnaldakı yeni qərara əsasən 2 bal limiti tətbiq olunur. Ayda müəllimə, bu 2 bal limiti kimlərə tətbiq olunacaq? Bu barədə məlumat verək tələbələrə. Bu 2 bal bütün tələbələrə tətbiq olunacaq. Desəm yalan olar. Yalnızca magistr təhsilini ingilis dili ixtisaslarda tədris almaq istəyən tələbələrə aiddir. Bu tələbələr minimal şəkildə esse üzrə 2 bal almalıdırlar ki, imtahandan keçmiş sayılsınlar deyəndə ki, yəni istədikləri ixtisasda oxuya bilsinlər. Yaxşı, bəs Ayda müəllimə, ingilis bölməsi bakalavr ixtisasını bitirən tələbə mütləq 2 bal almalıdır deyə bir qayda varmı? Belə bir qayda əslində yoxdur. Yəni bakalavrda istər Azərbaycan dilində tədris olunsun, istər tədrisi ingilis dilində olsun, o artıq magistrda seçəcəyi ixtisasdan asılı olaraq tələb dəyişir. Əgər Azərbaycan dilli bir ixtisasda oxuyacaqsa, bu halda xeyr, limitə yoxdur, limitə ehtiyac yoxdur. Amma əgər ingilis dilli tədrisə üstünlük verirsə tələbə, bu halda bəli, həmin tələbi yerinə yetirməlidir. Növbəti sualı mən vermək istəyirəm sizə. Buyurun. A1, A2 levelində olan bir tələbə esse-də normal nəticə göstərə bilərmi? Yəni, nə səviyyədə yaza bilər ümumiyyətlə? Təbii ki, normal nəticə göstərməsi mümkündür. Ümumiyyətlə, imtahanın hazırlığına sentyabr ayından başlayan tələbələrdə daha çox ümidimiz olur. Çünki müəyyən bir levelə gəlib çatmış olurlar. Yəni, mümkünsüzdür deyə bilmərəm. Təbii ki, onlar üçün 4-5 almaq biraz daha çətin məsələdir. Çünki bu imtahan ümumiyyətlə B1, B2 səviyyə üçün nəzərdə tutulmuş imtahandır. Ona görə A1, A2 səviyyə tələbələr burada daha çox əziyyət çəkirlər. Yəni, buradan da 1-2, 3-cü kurslara səslənirəm ki, vaxtında General English dərslərində iştirak edin, ingilisinizi müəyyən qədər formalaşdırın. 4-cü kursda magistr hazırlığında bu qədər problem yaşamayasınız. Mümkünsüzdür demirəm təbii ki. Amma ki, son bir ayda yəni nələrsə edərək oradan bal almaq çox çətin məsələdir. Və son bir sual, uşaqları ən çox narahat edən məsələlərdən biri. Bəzi tələbələr fikirləşirlər ki, şablondan istifadə edərək nəsə nəticə əldə edə bilərlər. Ümumiyyətlə, esse-də şablondan istifadə eləmək onların nəticələrinə mənfimi, müsbətmi, necə təsir edə bilər? Hə, belə deyək, keçən il və ondan əvvəlki illərdən gəldiyim nəticələrə görə deyə bilərəm ki, çox şablonik şəkildə yazılmış esselərə yaxşı bir bal verilmir. Təəssüf ki, nə qədərsə bal ala bilir. Amma məsələn də B1, B2 səviyyəsində bir tələbə şablon yazmağa çalışmamalıdır orada. İndi təbii ki, şablon dedikdə, yəni hərənin özünün müəyyən qədər bir şablonu olur, orada ondan istifadə edir. Amma sırf mən şablonam deyərək qışqıran cümlələr olur, hansı ki, mövzu ilə bağlı cümlələrdən daha çox görünür essedə. Elə olduğu halda hətta 5 bal alası bir tələbə daha aşağı bal alır. Ümumiyyətlə, keçən ildə məsələn esse balları verildi və apellyasiyada biz müraciət etdikdə tələbələrin bir çoxuna deyilmişdi ki, şablondan istifadə etmişsiniz, ona görə sizin balınız artırıla bilməz, belə bir ehtimal yoxdur. Yəni tələbələr B1, B2 səviyyəsindədirsə mütləq bunu nəzərə almalıdırlar. Amma A1, A2 səviyyə tələbələr müəyyən qədər çox belə şablonik olmayan cümlələrdən istifadə edərək sadə bir şablondan ortasını dolduraraq belə deyim 2.5 və ya 3 bal alması mümkün olub. Yəni keçən ilki tələbələrdə də bunu görmüşük. Amma bu bir qaranti deyil. Məsələn, bəzi tələbələr düşünür ki, mən şablonu yazıb ortasına hər yerdə essenin adını yazsam, orada qaranti 1-2 bal ala bilərəm. Təbii ki, belə bir şey yoxdur. İndi ola bilər kimsə keçən imtahan verib, bəxti gətirib, necəsə oradan bir bal alıb. Amma yəni ona bir bal düşməsi mümkün deyil. O 0 balla qiymətləndiriləcək. Amma belə deyim, şablonu əzbərləməyi mən
A1, A2 səviyyəsinə məsləhət görürəm. Yəni heç nə yazmayıb çıxmaqdansa elə şablon əzbərləyib ortası müəyyən qədər doldurmağı öyrənməlisiniz ki, ən azından oradan 0.5 bal belə ala biləsiniz. Yəni orada 0.5 bal belə bizim üçün çox önəm daşıyır. Çünki sonda siz kodlaşdırma apararkən 0.5 bal əksikdir deyə gəlib pulluya da düşə bilərsiniz. Pulsuza düşmə şansını qaçırda bilərsiniz və ya ümumiyyətlə kəsilmə ehtimalınız da ola bilər. Ona görə bu balı heç kim küçümsəməsin, hamı bu bal üçün də mübarizə aparsın. Bugünü bu qədər. Başqa nəsə suallarınız olarsa, təbii ki, rəy bölməsinə yaza bilərsiniz, cavablandıracağıq. Snoop'a 2 aylıq sağalmaq bilməyən müəllimlərimizə görə Snoop baş sponsorumuz olub. Ona da təşəkkür edirik.